İllər öncə qadın olmaqla bağlı minlərlə qayda olan bir cəmiyyətə göz açdım. Hamı kimi eyni formada, normal bir insan kimi dünyaya gəlmişəm, amma ətrafımda məni sırf qadın olduğum üçün limitləyən saysız insan, mentalitet və artıq formalaşmış qəliblər var. Kənddə yaşayıram. Oxuduğum sinifdə artıq 9-cu sinifdən qızlar nişanlanmağa başlayıb, sonuncu il əksəriyyəti evlidir. Məktəbdə erkən evliliklə bağlı ildə bir dəfə maarifləndirmə tədbirləri keçirilir, amma hamının qulaqları bağlıdır. Eşitmirik, eşitmək istəmirik, kömək etmirik, etməyə cəhd göstərmirik. İstədiyim əslində çox sadədir. Cinsimə görə ayrı-seçkiliyə məruz qalmamaq, hamı ilə eyni haqlara sahib olmaq, fikirlərimi rahat ifadə edə bilmək, öz həyatıma özüm qərar vermək. Sadəcə hörmət görmək və xoşbəxt olmaq. Bu qısa dünya səyahətində ən təməl haqlar üçün mübarizə aparmağın ağırlığı bəzən insanı yorsa da, mən dəyişmə inanıram. Sağlam düşüncəli bir mühit yarada biləcəyimizə, o zəncirləri qıracağımıza inanıram. Bu yolun bir hissəsi olmaqdan qürur duyuram. Hələ də qadın-kişi ayrı-seçkiliyi edərək əslində nə qədər çox şey itirdiyimizin fərqində olmayan insanların tezliklə ayılma təmənnisi ilə son olaraq qeyd edim ki, mən qadın olmağı, insan olmağı çox sevirəm. Bütün fərqliliklərimizi qəbul edir, bərabərliyimizi sonuna qədər dəstəkləyirəm. Arzu edirəm ki, növbəti bayramlarda tək diləyimiz haqq mübarizəsi yox, sadəcə sağlıq, huzur və uğur olsun. Bayramınız mübarək, əziz xanımlar.